Salam dostlar, hər vaxtınız xeyirli olsun. Növbəti gözəlçələrimiz Beylaqana Arıçı Əli üçün gedir. Əli qardaşımız üçün. Ya Allah. Bismillah. ...44 nömrəli gözəllər gözəli Əli göndərirəm sənin üçün. Bax, bu bunun özləri toxuduğu bu çərçivədə qoyulan yumurtalar, bağlı sürfələr. Üçüncü də ballı güləmlidir. Hayırlı olsun kardeş. Bismillah. Bak kardeş, bu analar haricdən ana arı gətirib bizə satırlar ha, 500'ə, 400'ə, 300'ə. Bax, bu ana o 300 manat, 500 manatlıq anadan heç fərqi yoxdur. Mən deyərdim ki, ondan da gözəl. İndi sən bir arıçı kimi ötən ildə sənə göndərmişdim. İndi bu il Trozik 1075'i yoxlayarsan. Bir dənə arı ola bilsin burada ölsün. Çünki barmağımı sancdı. O bir neçə saata öləcək. Hə, indi qardaş, bax 44 nömrəli ikinci ananı nömrələməmişəm. 99 nömrə ilə sənin üçün göndərəcəyəm. İndi tutub nömrələyəcəm. Zerkalli nömrələr biraz bahadır ya. Bunu indi nəzərə alarsan. Burada da ana arım var. Burada da sənin üçün tutub göndərə bilərəm. Sadəcə bu kərpic blokları göstərdim ki, bütün Azərbaycan, bütün dünya baxır, görsün ki, bu nukleoslar heç də penoplast olsun, yəni digər nukleoslardan geri qalmır. Əksinə daha da səmərəlidir, keyfiyyətlidir. Bu da mənim öz fantaziyamla meydana gəlmiş nukleosdur, qardaş. İndi bunu biraz düz qoymamışam. Bax, belə qoyulmalıydı. Allah. Xeyirli olsun. Getdik indi taxtalı nukleosa. Deməli, burada da ana arı var, burada da var, burada da var. Burada satılıb, bu iki dənə də qalıbdır.
Hə. Bağlı sürfələrdir. Bax, burada yumurtalar da var. Qoy canavarı göstərim. Hardasan? Ah. Ha, bundan Azərbaycanda yoxdur, qardaş. Bax. Bu canavardır. Bax, bu da bunun. Günlüklər görsənir, görsənmir, bilmirəm. Mən bir səhv eləmişəm, qışdan sifarişlər götürmüşəm, yazmışam dəftərə. Məcburam özümə 3 qat əziyyət verib bu sifarişləri verirəm. Bəzən dostlar, tanışlar məndən inciyirlər ana arı ilə bağlı. Amma növbəti il daha heç bir zakaz, heç bir dəftər olmayacaq. Azad satış olacaq. Yəni olarsa deyərəm var, olmazsa deyərəm yoxdur. Vəssalam. Bir də ki, baxın, mənim gördüyüm işlər göz qabağındadır. Mən hər kəsə bu cür analar yetişdirib verirəm. İstər peşəkar arıçısı olsun, istər dünən başlayan arıçı olsun. Nəyi özümə rəva bilmirəmsə, demək onu başqasına da bilmirəm. Getdik onu nömrələməyə. Bu da 99'dur qardaş. Ana arı belə olar. ...99-44